Çox sağ ol, çox sağ ol. Salam hər kəsə millət, necəsiz, nə var, nə yox. Hazır M4 CS-in içindən hamınızı salamlayıram. Bir dənə cold start başlayaq. Maşının sənədlərin həll elədiyi artıq texpasportda narıncı yazılıb, ağla sağollaşdıq rəsmi olaraq. Və oradan sonra heç bir şey eləməmişəm, maşın kirlidir. Amma tam hazır olsa da heç vaxt bitmir, özünüz bilirsiniz. Misal üçün ilk növbədə onu qeyd edeyim ki, benzinimiz yoxdur. Yolüstü benzin almalıyıq mütləq şəkildə. Və hal-hazırda gedirəm Camalın yanına, çünki arxa təkərlərimiz bərbad vəziyyətdədir. İstəyirsiniz gedək Camalın yanına, orada təkər söhbətini rahatlıqla eləyərəm. Bu təkər prosesindən sonra da açıq desəm, egzostla bağlı da sırf egzost ustasına getməliyəm. Bəzi bir iki dənə düzəlişlərimiz olacaq. Nə bilim, farada biraz işlərimiz olacaq, orada, burada. Yəni elədikcə də hamısını sırayla çəkib sizə paylaşacağım. Videomuza xoş gəldiniz. Videomuzu zəhmət olmasa bəyənməyi, kanala abunə olmağı unutmayın. Biz başlayırıq. Günlük vlog davam edir. Şesi benzinimizi vurduq. Gördüyünüz kimi. Amma nəsə səs gəlir. Bərk dırıltı səsi var. Biraz qanım qaradı. Niyə? Çünki səbəbini elə bilmirəm. Benzin vuranda biraz baxdım. Şübhələnirəm arxa təkərlərin vəziyyəti onsuz yox kimi bir şeydir. Axırıncı dəfə trekdən sonra Pramo ilə Prime Tuning'e getmişdim deyə təkərləri dəyişmədim təbii ki. İndi təzə 2 dənə təkər almışam. Eyni yenə Çin təkəri. Sadəcə üstündə olan təkərin simimi dəyir, neyimi dəyir, nəsə onun səsinə oxşuyur. İnşallah ki, elə köhnə təkərə görə olar, başqa bir ekstra problem çıxmaz deyə ümid edirəm və çatdıq. Gedirik Camalın yanına. Avtobusdakı bizi buraxırsan, buraxmırsan bilək də necə eləyək. Sən də get, qardaş, sən də get, mən yolu saxlayayım bütün. İşte buradan gəlirsiniz. Buradan bir dənə sol atırsınız. Camalın yanında düz gedirsən, axıra kimi yol özü aparır. Ən axırdan sola. Uşaqlar, təkərin vəziyyəti bu formadadır. Driftdən sonra Magyara getmişdik. Yer gəlmişəm. Camal Usta'nın yanındayıq yenə də. Aleyküm salam. Deməli, bu da bizim uşaqlar təzə təkərlərimiz. Evdə Michelin var, amma heyfimiz gəlir üstünə taxmağa. Çünki yay sezonu da ola bilər ki, hansısa tədbirdə falan biraz yüngül tüstü duman elədik. Ona görə elə Çin təkəri ilə davam. Amma onu da qeyd edeyim ki, yesli, işli birdən alsaz, bu təkərlərə mən sürətdə çox güvənmirəm. Çox da bək sürməyin, ehtiyatınızı gözləyin, yağışda, mağışda. Amma belə gündəlik şəhər içi sürməyə məncə yarayır. Bitfasona da belə də pis deyil. Üstündə olan da, yəni bu əriyən təkər də eyni birəbir bu firmanındır. Belə bir şeydir. Şimdi bazardan almışıq. Ayaz var, təkəryum Ayaz. Sağ olsun, təşkil elədi. Ondan götürdük. Qiyməti də uyğundur. Yəni maraqlana bilərsiniz. Şimdi bunu sökürük, bunları taxırıq, arxaları dəyişirik. Bir də o səsə də baxdım, o səsi də sizə göstərim. Belə şübhələndiyimiz, təkər açanda daha rahat görürük təbii ki, şübhələndiyimiz patkrilnikə nəsə sürtür. Elə bir ki, təkərin simi çıxıb və fırlananda sürtür patkrilnikə. Belə bir şey burada gördüm və bilmirəm nə dərəcədə görünür. Belə çıxıb. Bu niyə sürtsün? Cavabını bilmirəm. Təzə təkər görək nə olur. Uşaqlar, bu da onun əkiz tayı. Təzələr. Oyna. Sonra bu təzə temadır nəsə. Yağı belə, yağdır bu. Penadır. Pasta, təkər pastası.
Qardaş hər şeyi qanuna uyğun edir. Necə olmalı? Gördüyünüz kimi kölgə salmayın. Təzə təkərlərimiz balans olundu, hər şey ideal. Artıq üstünə bağlaya bilərik. Bununla bağlı da düzəlişlər olacaq. Bilmirəm bu videoda, yoxsa irəliləyən dəqiqələrdə, yoxsa başqa videoda, amma həll eləyəcək. Xırda-xırda toxunuşlar olacaq elə. Deməli millət, evdən çıxan kimi birinci benzin, ikinci təyinat nöqtəmiz Camalın yanı. Arxa təkərləri taxdıq, dördün də havasını tənzimlədik. Camal da işləyir də, baba. Uşaqlar, hər cür disk, restavrasiya, rənglənməsi, nə bilim, təkərlə bağlı məlumat əldə eləmək istəyirsiniz, məsləhət, hamısı Camal Usta'nın yanına gələ bilər. Camal, mən qaçıram, sözün sualım. Gələcəm inşallah. Hələlik özünə yaxşı bax. Sağ ol. Yenə məkandayıq, universal qarajdayıq, amma dəyişən əsas məsələ nədir? Sənəd işimizi həll elədik, artıq avtomobil narıncı rəngdə rəsmi olaraq qeydiyyata alındı. Egzost harasa dəyir, sürtür, ona baxacağıq bu günləri, onun üçün gəlmişik. Bundan öncə də Prime'daydıq, şüşələri təmizlədik, amma məsələn, yenə mənə biraz mutlu gəlir, ola bilsin şüşələri də ayrıca polirovka elətdirdim. Yəni, halı vəziyyət bu formadadır. İndi Hikmət çay fasiləsindən sonra qaldıraq, baxaq görək. Bu hara dəyir, hara sürtür, bizi narahat edən şey nədir? Çünki bura evakuatorla gəldim ki, səbəbi də odur ki, fikirləşdim, burada nəsə sürtür. Şəhərdən Hikmətin yanına gəlməyə çalan yoldur. Yolda nəsə bir hadisə baş versə, nəyisə sürtməyə görə qırılsa, evakuatora verəcəyim puldan daha çox ziyana düşəcəm. Ona görə məncə ağıllı bir hərəkət eləyərək evakuatorla bura gəldik. Hələ düzəməli sürə bilməmişəm, yəni. Təkərləri dəyişmişik, xəbərimiz var. Belə, davam edirik. İndi qaldıraq görək nə var, nə yox orada. Deməli, maşını qaldırdıq. Məsələ buradadır. Gözdə normal göstərə biləcəm, görüm. Nə qədər yox, indi qoy deyim də. Bax, bu turba dirənir buna, bunu qaldırır yuxarı. Bunun da yuxarı hissəsində, yəni o tərəfində. Bizim kardandır. Bu dirənir kardana, başlayır qır-qır-qır səs eləmək. Ona görə bu aşağı düşməlidir ki, bu da aşağı düşsün ki, kardana dəyməsin. Qır-qır-qır-qır. Hikmət indi maksimum əlindən gələn düzəlişi verir. Danışardım da bir dəqiqə. Deməli, ikinci məsələ. Bax, buradan da gəlir. Mostun burasına dirənir deyəndə çox az məsafə qalıb deyə biz qazanı bundan artıq yuxarı qaldıra bilmirik. Ona görə də burada belə gördüyünüz kimi zazor qalır hər iki tərəfdə. Ona görə indi Hikmət bir egzost ustası olmadığı üçün universal olduğu üçün universal olaraq nə əlindən gəlir edir, amma çox güman egzost ustasına deyəcəyik. Onu da sizə gedəndə göstərəcəm həmin prosesləri. İndi Hikmət hələ ki maşını sürə bilim deyə şərait yaradır. Sağ olsun, sağ olsun. Amma belə qəşəngdir. Bax, Hikmətin buradan toçkasını görürsünüz. İndi biz bu gördüyümüz qara hissəni nə edəcəyik usta?
Kəsəcəyik. Çünki digər tərəfdə kəsdik, nasatka məni narahat edirdi. Hə, bu digər tərəfindir. Bax, indi qəşəng. Bax, yandan da görüntüsü belə abırlı. Mümkün bağlanır. Aycan? Mümkün bağlanır. Amma dənə sıxarsan. Ha, yaxşı. İndi bunu da kəsək, o tərəf nasatkanı da eyni səviyyəyə gətirək. Qalan o sistemdəki məsələləri inşallah irəliləyən vaxtlarda görəcəksiniz. Orada proseslər var. Getdi, doğru gəldi. Məncə bu daha kulturlu oldu bax. O yerə düşdükcə daha rahat görürəm. Ay Hikmət, valla. Sanki hündürlük deyil, hə? Hündürlüyü də azaldı Hikmət, kulturlu oldu. Də özüm baxarsan, prosta indi içi çölü nətər necə onu bilmirəm, amma belə məncə zordur. Və yandan da kulturlu. Bura gəldi. Aha, valla. Abraz almasın. Görürsən, qaqaş doğramaq lazım imiş bunu. Kəsmək. Doğramasan alınmır. Abırlaşdı. Artıq da qalxsa insan. Всё, düzəlir ondan. Ha, belə yaxşıdır. Uje yaxşıdır da, yəni sənə deyim. Ay, sağ ol. Belə cavanlar, bugünlük Universal Garajdan bu qədər. Saat yenə 2-yə işləyir zaten. 2-dir. Evə getmək lazımdır. Heç nə. Düz dedim, 2-yə işləyib. Qardaşın datada bildiyim. Yaxşı, çox danışmayaq, görək sonra başımıza nə gəlir. Deməli, saat 3-ə işləyir 20 dəqiqə. Gəldik, çatdıq. Düzəldi. Hikmət yenə düşlər demiş, yapdı yapacağını. Sağ olsun, nasatkalar da düzəldi. O qır-qır-qır səs də düzəldi. Sürə-sürə gəlib çıxa bildim. Bir neçə gün sonra qaraj performansda olacağıq. G-performansda. Orada daha detallı bu egzostdakı eləyəcəyimiz dəyişiklikləri sizə izah eləyəcəm, həm də göstərəcəm. Amma qısa gün ərzində nə eləyə bildik desəniz, yer gəlmişən nəsə riski yağış düşdü, biraz islandıq, onsuz yuyulmalı idi maşın, ona görə problem yoxdur. Nasatkalar düzdür, yenə də aşağıdır istədiyimizdən, amma o 2 santılıq içəriyə girməyi konkret, vizual hər bir şey dəyişdi. Yəni, görüntü möhtəşəm, maşın da məncə möhtəşəm. Bomba alınıb, həqiqətən ürəkdən deyirəm. Bunu da təzə almağım çox ləzzət elədi ki, həm parıltısı falan yerindədir, həm də ki, narıncı da özünü göstərir. Ağda o qədər də gözümə batmırdı. Belə, bu da qara bala, bu da qırmızı bala. Sevinirəm, xoşbəxtəm, bu günləri rahat yata biləcəm deyə düşünürəm. Hələ ki belə, bu videonun axırı da ola bilər, davamı da ola bilər. Bilmirəm, montajda biləcəm. The next day. Gəldik Abarta tərəf. Niyə? Çünki bizim burada belə bir naborumuz var. İndi bu naborla biraz işlərimiz var. Axır ki, maşın gün üzü gördü. İndi çoxdandır planlaşdırdığımız bir şey eləyəcəyik. Gəlin göstərin. Gözəlçələr düzülüb. Axır ki, yuduzdura bildim. Bu bizim maşın. Oradan keçirik bu nə qəşəng Beskraska F10M5. Burada da Stas'ın Touring'i F81'i. İndi
DRL dəyişikliyi eləyəcək. Mənim maşınımdan Stasın maşınının. Bu onsuz şey olacaq da, mahnı qoyacaqsın. Belə də ola bilər. Arkadaş bu borcum nə qədər oldu? Usta bu. Ha? Canım. Söndürmüsən də maşını. Qaynayır bu. Qaynayır. Teplonagrujendir da motor. Necə? Teplonagrujen. Usta. Usta belə olur ha. Hoppa, aha. Koptu. Yəni YouTube-da girib xaricilərin tutoriala baxmağa ehtiyac yoxdur, düzdür? Bəli. Yerli tutoriallara baxa bilərsiniz. İndi deyə bilərsiniz ki, ümumiyyətcə bütün F-kuzalarda bu cürədir, yoxsa yox? Allah mən indi F kuza bilmirəm. Aha. M3 M4 belədir. M5 naməsi yox. F30 zat yox. Bu adaptiv leddirsə, Olar. fərqi yox. Eyni. Ay, yenə harasa gedirlər. Təmiz CS. Sevinir, amma bildirmir. Bilmirəm səsim yazılır ya yox. Sevinir, amma çox da bildirmir. Kim? Sən. Sən heç sevinmirsən. Mən Mənim qaqaş diyodum var evdə, yəni lazım olsa ağ var. Mən elə görməmişəm. Eş bu gün ağır sabah nəticədir. 100%. Rəsula da salam olsun. Allah sənə də qismət eləsin qaqaş. İnşallah, inşallah. De. Çoxalırıq da. Niyaziyə də niyaz. Düzdür, ikisinin kapotu açıqdır. Amma pis mənada yoxdur. Nakleykası da. Qaqaş. Gəl. Baktonikın nakleykası. Qaqaş elə. Oğlan axtarır, hə? Qaqaş pul Təmiz impırı. 100%. Bəli. Novoy. Nə baş verir? Çox izah elə də. Bura DRL-ları O məncə dəyişir. danışıb özü. Sarı işıq, ağ işıq söhbəti. Prosta Aha. Sən dünən niyə də sarı sən çıxardırsan? Niyə mən mən baxıram? sarı əslində CS-də sarı gəlir söhbəti var idi. Sonra mən onu dərindən araşdırdım, gördüm ki, Boş ver. yox, G-Kuzada sarı. Sarı gəlir. Da başım getmiş. Yüngüldür də qapar. Karbon. Ya bax. Karbon deyir. G-Kuzada sarı gəlir. Ona görə də həm də oranjev maşında sarıdansa məncə ağ daha 100%. Anladım. yaxşı Anar müsait, по-моему. 100%. Anar müsait. olar deyə düşünərək, Stas da sarı istədiyi üçün Məncə yaraşar. elə dedim ki, mənə də elə gəlir. Dedim ki, qardaş, gəl dəyişək. Happy. Everybody happy. Bəli. Hələ bağlama da. Yox, deyən də sən səbirli də qardaş. Prosta bax, məndə burada dil var beləncə ilə. Aha. Bura girir. Hansı ki səndə yoxdur. No, əsas odur buralardayıq da lazım olur. İndi nə demək istəyirsən? Nə bilim də dedim də mən. Nə demək istəyir səndə qeydirmədir. Səndə ketdi bura. Dili yoxdur. orada. Nəsə bilmədim də. Yaxşı bağlanır o dilsiz. Ha. İnanmırlar ki, kəsiblər də o dili. Yox, pokoleniya da ola bilər də, ola bilər. Biri 15, 16, nə bilim 17. Bəli. Improtex burdadır da. Əl qabiliyyəti var. Allah kömək etsin. Hər adam bu cür yəni bunu qurrada bilməz. Bəli. Hər işləyir. Hikmət usta sağ olsun. Sağ olsun. Məncə yüngül var indi yox. Bir neçə ildən sonra Aha. kursları açmaq olar. Nə lazımdır? Sənə yox, Cəmaatla. ustaya. Bu yakala. Stas get nə? Stüdyo bu. Padagrevi bu. Padagrevi özdə. Paranlı yandı. Paran yandı. Sənin maşından. Öyle mi? Sən birincisi özündə Heç də yoxdur səndə. Yandı görə. buna bax, güya da. Sən nəsə söhbətin çatmadı mənə. Bu biri sağ. Biri 17'dir, biri 12'dir. Ne kadar koymazsın? Mənim maşındakı olan. Sənin maşında olan bu. Məndə sarı deyil o. Amma orada sarı. Oşum. Biri sarılı oldu, biri. Da yandır. Yəni belə.
Vallahi mən də bilmədim. Nəsə usta belə olur. Ayaqdan tərifləyir hə. Gəl bir də opşu dəyişək, görək nə effekt verir, ona uyğunmuş baxaq. Ulan qaralıb. Qaralım. Sarıdır. Bir dənə sarı, bir dənə ağ saxlayın, belə də sürün geçsinlər. Ne panyak? Gəl buna baxaq ola. Davay, gəl bir də opşu eləyək. Yox. Bu da bir nipanyakla ağ yanır, bura. Biri sarıdır, biri ağ. Nəsə fikirləşirlər özləri də. Bu da görünür. Nasıl ultrajasiya hardadır? O içindədir burası. O belə görünür. Sarıdır. Boşum alınmadı. Yani gördüğünüz kimi tam o sarı alındı, stasda alındı. Prosta məndə alabəzək qalır deyə. Məcbur sarı ilə davam, amma maraqlanacağım görüm o niyə elədi. Day küçənin ortasında bu qədər olur nəsə eləmək. Hikmətin yanında baxarıq. Və o niyə elə eləyir. Amma fikrim Amma var. təxmini fikirlər var da, hə? Təxmini fikirlər odur ki, hə, bu led hara vurur içində. Vurduğu yerə bilə ora biraz saralıb mı deyim, sarı diyodun yerini mi götürüb, nə bilim, başa düşmədim tam. Ona baxacaq, görüm o saralan yeri nəsə rast var ki, nəzədən belə silib ağarda bilər. Və yaxud da bizə elə gəlir, o da ola Hə, bilər. yəni onu baxmaq lazımdır. No məqsəd bunlara ağa çevirməkdir. Görsəm ki, ağa çevirmək üçün far almalıyam. Ağa çevirməyəcək. Bu qədər sadə. Şo, belə. Salamatı qaqaş, iPhone 15. Sabot. Aldın, sürdün qaqaş. Yüngülvari mən sevindim, yüngülvari sən sevindin. Hə, belə də indi. Belə də olsun da, belə xırda problemlər də olsun, nə olacaq? Maksimum stas sarı istəyirsəz, stasa 2 dənə led təşkil edəcəyik. O da olacaq sarı. 2 dənə sarı. 2 dənə sarı. Niyazi də ola bilərdi amma burada. Axtırır niyazi. Yasmarin darı. Çəkmək istəmirəm. Bilmirəm, səsimi yazır da. Orada Prado'nun yerində. Hə, burada Prado'nun yerində bir dənə də maşın dura bilərdi. Amma hələ ki durmur. İnşallah duracaq. Hə usta. Mehdi ilə iş görürlər. Hapsı bax görsən alınmadı. Amma belə qıraqdan qəşəng görsən axı. Ha, MM'dən istəyirəm. bəli, bəli, bəli. Bir dənə purple olsaydı, arxada duran. Purple zat bilmirəm. Pozmuşdu. Ay lofum mən səni. Bağlayayım da bunu fərqli. Nə işığı Özün vur, bağla. işığı vur ben sən. Görək nə verir. Mən şübhələndim şimdi. Bir dənə də double check. 1, 2, 3. So. Şə, əla, Şo, əla, əla. Bunu da qorxuram hər dəfə. Ya Allah bismillah. Bağlandı. Buradan görürəm. Mütəhəssis, bənim mütəhəssis. Hə, keçdi bizim arabamıza. İndi stasda da sarı yanır. Usta, Hava çöndü. Hava çöndü. O karbon toz torpaq girdi Hadi yan, yan. faranın içinə. Yan da eşən. Toz torpaq. Emil səni yan da. Mı qaqa. Amma açığı desəm, doğrudan çox rahatdır. Ha bura. Yəni Easy. elə şeyləri özünüz də eləyə bilərsiniz. Bəli, bəli. Easy, easy. 3 dənə bolt. T20. Ay, Göstər bax. T20 qardaşım bax T20. Hı. Şu T20'ni attım bura. Şak. Lan. Açım. Ha. Ha, so. So qardaş. Gözəl, gözəl. Qardaşım, əvvələ qaytara bildiyim hər şeyi qaytara bildim. Reset də elə. Ha, resetlədim. Sağ ol. Sonra indi
sarı eləyərik də bura. Sarı. Qaçmır. Mən ağ ola bilmədim. Mən ağ olsam sən sarı idin bura. Bəli. Qismətdə mən. İçi var. Alışveriş çıxanmadı. Neyniyək? Asparkın qurumsan. Yox. Mən vurmuşam. Eqal. Yoxlamayı bax hələ. Hələ yox. Bəlkə burası saxlayır.